Salam olsun herkese. Salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə proto və prototype haqqında danışacağıq. Bunun necə istifadə olunduğunu, bu iki terminin nə olduğunu sizə izah etmiş olacağam. İlk öncə bunu şəkil üzərindən sizə izah etmək istəyirəm. Daha sonra kod üzərində, şəkildə gördüklərimizi kod üzərində tətbiq edəcəyik. Bu düşünürəm ki, belə deyək də, sizin dərsi başa düşməyinizə çox kömək etmiş olacaq. Elə isə gəlin şəklə baxaq. Belə bir şəkil var məndə. Deməli burada sizə çətin gəlməsin. Bu oxların falan nə işə yaradığını, nəyin nəyi göstərdiyini hamısını izah eləyəcəm. Sadəcə öncədən belə deyək də özünüzü fokuslamayın ki, yox bunu başa düşmədim. Elə bir fikrə düşməyin. Hissə-hissə, addım-addım izah edəcəm. Baxın, burada əsas məsələ bizim başlamalı olduğumuz yer buradır. Later adında bir dənə funksiyamız var. Yəni constructor functionumuz var. Bunu biz constructor function kimi istifadə eləyirik burada. Baxın, hələ ki bu oxun hara göstərdiyini falan fikir verməyin. Mən nə deyirəmsə ona fikir verməyinizi sizdən rica edirəm. Baxın, burada constructor functionumuz var bizim. Biz constructor functionun nə olduğunu bilirik. Və onun burada protosu var. Onun protosuna baxacağıq. Amma prototype var burada, fikir verin. Constructor functionun prototype var. Öncədən demək istəyirəm ki, bu proto bütün obyektlərdə olacaq. Prototype isə functionlarda olacaq. Functionlarda olacaq. Yəni normal funksiyada da bu prototype özəlliyi var. Onu izah eləyəcəm sizə. Amma JavaScript bunu bizə niyə görə verir bu prototype'ı? Çünki deyir ki, gələcəkdə sən ola bilər ki, constructor function kimi istifadə olundun. Həmən vaxt bu prototype sənin köməyinə gələcək. Ona görə functionlara bu prototype özəlliyini verir. Protonu da verir, amma prototype'ı da verir. Aydındır? Amma bunlar məsələn normal obyekti izah edəcəm onlara. Onlarda prototype yoxdur. Onlarda yalnız proto var. Altdan xətt də var da, indi burada mən proto deyirəm. Baxın, later adında bir dənə constructor functionumuz var. Bunun prototype'ı nəyi göstərir bizə, fikir verin. Hətta burada qələmlə izah edeyim, çoxdan da qələmlə izah etmirəm. Baxın, bunun protosuna hələ ki baxmırıq. Amma prototype'ımız nəyi göstərir, fikir verin. Burada yazılıbdır. Baxın, later'ın prototype'ı yazılıb burada. Hə, bunun içərisində nə var? Kod tərəfində də baxacağıq. Bu içərisində var constructor, bu özü functiondur. Yəni hər hansı bir obyekt yaratdığımız zaman biz deməli bu later adında constructor functionundan obyekt yaratdığımız zaman bu prototype içərisində olan constructor function işə düşür və həmən obyekti yaradır. Artıq orada new onun yerləşdirməsini və s. eləyir. Buradakı get number adındakı funksiyaya fikir verməsəz də olar. Çünki bu prototype içərisində sonradan biz tərəfdən əlavə olunan bir functiondur. Onu biz bu obyektlərdə istifadə edə bilirik. Hələ ki ona fikir verməsəz də olar. Yəni constructor function'ın prototype'ı içərisində bilməliyik ki, birinci növbədə constructor olur, constructor adında function olur. Bir də ki, nə olur? Baxın, proto olur. Yəni bu later prototype'ının da özünün də protosu var. Aydındır? Hələ ki, bura qədər aydındır. Baxın, qısa olaraq üzərindən gedirəm. Bizim later adında nəyimiz var? Bir constructor functionumuz var. Hətta buranı təmizləyirəm. Later adında constructor functionumuz var. Bunun prototype'ı burada göstərilib. Baxın, burada yazılıb prototype. Həmən bu prototype içərisində bir constructor function var. Baxın, constructor adında function var. Bir də proto var. Bir də proto var. Bu get number'ı da biz əlavə etmişik. İstənilən qədər bura deməli funksiyadır, nə bilim, dəyişəndir və s. əlavə edə bilirik bu protoya. Hətta niyə görə protoya əlavə etməliyik, birbaşa constructor function'a əlavə etməməliyik, onu da göstərəcəm. Bura qədər aydındır, ümid edirəm. Constructor function'ımız var, onun prototype'ı burada göstərilib. İçərisində constructor var və proto var. Fikir verin, bunun constructor bu function'ı göstərir. Baxın, bunun constructor'ı, yəni later prototype içərisində olan constructor bizə later function'ını göstərir. Aydındır? Və mən gəlmişəm burada, oxlar göstərilir. Birini bunun başa düşsək, bunlar da eyni şeydir bununla. Artırmaqda olar bunu. A adında bir obyekt yaratmışam. Yəni referans adı falan demirəm də, hələ ki bu formada deyirəm. A adında bir obyekt yaratmışam. Bu obyektin protosu, fikir verin, mən bunu new'nu keçdiyim zaman sizə demişdim. Bu obyektin protosu olur və həmən proto nəyi göstərir? Yarandığı constructor function'ın prototype'ını. Fikir verin. Yəni mən get number'a bu obyekt üzərindən belə deyək də ulaşa bilərəm türklər demişkən. Yəni A üzərindən bu get number'ı istifadə edə bilərəm. Aydındır? Və ya B üzərindən baxın. Bir dənə B obyekt yaratmışıq. Yəni const B bərabərdir new later demişik də. O belə düşünə bilərsiniz. Const B bərabərdir nə? New later demişik. Aydındır? Və bu later'ın da nəyi var? Prototype'ı var. Bu yaratdığım const B ki var burada. Bu B-nin protosu göstərir nəyi? Yarandığı function'ın prototype'ını fikir verin.
Ona görə bu prototype içərisində olanları istifadə edə bilirik. Burada da nə yazmışam? Const z bərabərdir new later. Fikir verin. Ona görə də z-nin prototypı da bu yarandığı constructor function'ın prototypını göstərir. Onun da prototypı buradadır. Fikir verirsiniz. A da eyni zamanda const a və ya let a bərabərdir nəyə? New later. Yəni bunun protosu göstərir nəyi? Later constructor function'ının prototypını. Aydındır? Bura qədər ümid edirəm ki, aydın dəyişirsə. İndi bu later constructor function'ının fikir verin. Özünün protosu göstərir function'ın prototypını. Bu function'da bütün function'ların belə deyək də atasıdır deyə bilərik. Aydındır? Yəni burada qohumluq əlaqələri kimi görə bilərsiniz bunu. Eyni ilə ona bənzərdir. Real həyatdan belə başa düşmək olar. Okay. Yəni bu later constructor function'ının atası, yəni bütün function'ların atası başa düşmək lazım ki, function'ın özüdür. Və bunun prototypını göstərir. Bu constructor function'ın, later function'ın protosu bizə göstərir function'ın prototypını. Okay. Bu belə. Daha sonra bu function'ın prototype'ın içərisində olan proto isə bizə göstərir global obyektin prototypını. Aydındır? Artıq bu ən böyüdür. Yəni functionlar özləri də bir obyektdir. Aydındır? Functionlar özləri də bir obyektdir və onlar da gəlib sonda görün hara dayandı. Obyektə dayandı. Obyektin prototypını göstərdi. Function'ın prototypı, daha doğrusu function'ın prototypının protosu göstərdi obyektin prototypını. İndi daha dedik ki, bu ən böyüdür də. Bunun əgər yoxlasaq, obyektin prototypının protosu nəyi göstərir? O da nulldır. Artıq gedib nulla dayanır. Aydındır? Bura qədər okey. İndi gəlin bu later'ın prototypına baxaq. Bunun prototypın içərisində proto var. Bu bizə nəyi göstərir? Fikir verin. Obyektin prototypını, buranı göstərir. Build instance göstərir bizə. Okay? Yəni prototypın da protosu bizə buranı göstərmiş olur. Aydındır? Bu belə. İndi sxema üzərindən inanıram ki, başa düşdünüz. Bunu obyekt create ilə də göstərəcəm sizə. Bir obyekti bir obyektə referans verərək də necə yarada bilərik, bunu da göstərəcəm. Amma önəmli olan şey, burada başa düşməli olduğumuz şey, bir function'ımız var. Constructor function da demirəm heç. Bir function'ımız var. Bunun protosu var, bir də prototype'ı var. Function'larda bu özəllik var. Okay? Bunun prototype'ında baxın, constructor var. Mən bunu constructor function kimi istifadə edəcəm də artıq. Bunun içərisində constructor var. Bu göstərir mənə function'ın özünü, hansı ki, obyekt yaradanda bu işə düşür, bu funksiyanı işə salır. Daha sonra get number'dır bu özümüz tərəfinə, biz tərəfdə əlavə olunanda ora istədiyimiz qədər function falan əlavə edə bilərik. Onu da göstərəcəm. Və bu later prototype da nələrin referansıdır? Yəni nələr bunu göstərir? Yaranan obyektlərin protosu bunu göstərir. Aydındır? Yəni bu niyə görə var yaxşı? Sual verə bilərsiniz ki, niyə görə belə bir quruluş var? Məsələn, biz class-based dillərə nəzər salsaq, onlarda belə bir sistematika yoxdur. Bənzərlik var, amma klasslar üzərindən irəliləyir, belə deyə bilərik. Klasslar üzərindən hərəkət eləyir, belə deyək, miras almalar və s. Miras alma termini ilə tanış deyilsinizsə əgər, yəni bu A içərisində olan hər hansı bir şey A içərisində olmaya bilər. Bir şey bunda yoxdur. O gedir, bir üstdən gətirir, istifadə edilir. Məsələn, A-nın içərisində get number yoxdur. Burada A-nın içərisində elə bir şey yoxdur, fikir verin. Amma A nöqtə get number deyəndə mən bu later'dan yarandığı üçün onun funksionu istifadə edə bilirəm. Aydındır? Sanki düşünün bu later, baxın bu later funksiyonuna yaranıb da bunlar. Yəni bu uşaqlardır, bu da bunun atasıdır. Bu uşaqlara nəsə lazım olanda həmən o lazım olan bir şey atada varsa gedib ondan götürüb onu istifadə edə bilirlər. Aydındır? Belə məsələn maşın lazımdır. Məsələn deyirəm də indi çox loru dildə izah edirəm, amma izah sadəliyinə görə belə deyirəm sizə. Düşünün ki, bunlar uşaqlardır, bu da atasıdır. Elə deyil. Bu uşağa maşın lazımdır. Bu da atada var. Fikir verin, later prototype-da var. Bu uşaq gəlib bunu istifadə edə bilir. Bu maşını istifadə edə bilir. Bu uşaq gəlib bunu istifadə edə bilir. Bu uşaq gəlib bunu istifadə edə bilir. Bunun istifadə edə bilməsinin səbəbi nədir? Çünki bunların qohumluq əlaqəsi var. Bunun protosu, bunun prototype-ını göstərir. Aydındır? Bu gedib başqa bir, məsələn düşünün ki, bir uşaq gedir, tanımadığı bir adamdan maşın götürmək istəyir. Onun maşını istifadə eləmək istəyir. %99 istifadə edə bilməzsən cavabı alacaqda. Çünki onunla qohumluq əlaqəsi falan yoxdur. Dostluq falan atıram da indi kənara. Hələ ki qohumluqdan danışırıq. Amma burada qohumluq əlaqəsi olduğu üçün bu əlaqəni də təmin edən bu protonun bunu göstərməsidir. Ona görə bu A, bu B, Z, D, Y hansı obyekt yaratsaq, o gəlib yarandığı funksiyonun prototypında olan hər hansı bir şeyi götürüb istifadə edə biləcək.
Aydındır? İndi gəlin bunu kod üzərində sizə göstərim. Baxın, burada Chrome-da açaq. Ctrl S verək görək bağlanıb. Bəli. Baxın, şəklə baxanda nə var? Later var da, burada elə deyil. Bir dənə later adında bura keçirəm. Sol tərəfi də bağlayıram. Const deyirəm. Necə yazılmışdı bu? Yazılışı yadımdan çıxdı. Later. Later. Buna mənimsədirik bir dənə funksiya. Baxın, funksiya yazıram. Hələ ki bu formada yazdıq. Elə deyil. Bu formada yazdıq. İndi burada nə var görək? Baxın, bunun protosu var dediyi, bir də prototype'ı var. İndi gəlin bunu konsola yazaq istəyirsiniz. Seləcə deyib kontrol edirik. Baxın, function kimi göstərdi bizə. Biz buna function kimi gördük. Amma bunun prototype'ına baxsaq, fikir verin, boş obyekt qaytardı bizə. Boş obyekt qaytardı bizə. Baxın, buna baxırıq, fikir verin. Ana, later'ın prototype'ına baxıram. Boş obyekt qaytardı bizə. Amma bunun üçün, yəni burada get number falan yoxdur da, aydındır. Amma gəlib mən, baxın, bunu açsam, fikir verin, burada constructor var. Bir də burada iki mötərizə içərisində prototype yazılıb. Siz əvvəlki brauzerlərdən istifadə edirsinizsə əgər, bir neçə il öncəki, belə deyək də, brauzerlərin versiyalarında burada underscore proto yazılırdı. Yəni altdan xəttlə yazılırdı proto. Amma bu dəyişdirildi, bu formada oldu. Artıq müasir brauzerlərdə belə olur yeni versiyalarda. Deməli, iki mötərizə içərisində prototype. Bu bizim, baxın bunu işarə eləyir hanı o. Bu bizim bu şəkildəki bu protonu işarə eləyir. Baxın, orada yazdığımız var deyə bizim. O deməli later'ın prototype'ını yazdıq da, elə deyil. Baxın, onun içərisində dediyi bir constructor function var, bir də proto var. Baxın, bu həmən protodur. Bu həmən protodur. Aydındır? Bu da haranı göstərir? Bunu da açsaq, fikir verin, gəlir bura. Bu da haranı göstərdi bizə? Fikir verin. Bu protoda göstərdi obyektin prototypını bizə. Yəni global obyekti bizə göstərmiş oldu. Global obyekti göstərdi. Məsələn, bu global obyekt içərisində olanları da, məsələn, toString'dir falan da, bunlar da bir metoddur. Biz bunun içərisində bunu istifadə edə bilərik. Yəni ondan yaranan obyektlərdə bunlarda istifadə edə bilərik. Sanki atadır, atanın da atasında var bir şey. Uşaq gedib dədəsindən götürüb istifadə edir də, belə başa düşmək olar. Baxın, belə yadınızda saxlaya bilərsiniz. Bunu bağlayıram hələ ki. Deməli, bir funksiya yazdıq. Bu funksiyaya constructor function kimi yazmamışam ki mən bunu. Sadəcə funksiya yazmışam. Bunda constructor adında bir funksiya var içərisində. Bir də proto var. Bunu proto kimi görə bilərsiniz dediyim kimi. İndi gəlin nə edək? Baxın, bu later'ın prototype'ını yazdıq. Dedik ki, bundan, baxın, bundan obyektlər yarada bilərik də bu later'dan. Onda gəlin yaradaq. Baxın, gəlirəm bura. Const elə a deyəcəm. Bundan yazacağam. New, nə? Later. Ctrl S eləyirəm. Gəlirəm bura. CLG deyib A-nı yazıram konsola. Baxın. A-nı yazanda konsola, baxın bu A-nı yazdım. Later yazırdı burada. Yəni bu constructor function vasitəsilə yaranıb və boş obyektdir. Bunu açdığımız zaman fikir verin, bunun içərisində proto var. Baxın. Gəlib indi şəkildən baxanda obyektin içərisində, bu number'a fikir verməyin də siz. Bu obyektin içərisində proto var. Fikir verin. Bu proto haranı göstərir? Constructor function'ın prototype'ını göstərir. Elə isə biz gəlib bura yazsaq, A-nın protosu bərabərdirmi? Nəyə? Later'ın prototype'ına. Ctrl S verirəm, true cavabı çıxır. Fikir verdiniz? Şəkil üzərində gördüyümüzü kodda da gördük. Yəni A-nın protosu göstərir later adında constructor function'ın prototype'ını. Yəni bu proto buranı referans göstərir. Ona görə də bunlar bir-birinə bərabərdir deyə bilirik. Ona görə də bizə true cavabı qayıtmış olur. Eyni ilə burada bir dənə B də yaratsaq, B-nin protosu göstərəcək yarandığı constructor function'ın prototype'ını. Okay? Bu da belə. Sonra burada görək nə var yaratdım. Məsələn, B-ni, Z-ni yaratmıram da. Bir dənə obyekt yaratdıq. Siz bu formada yarada bilərsiniz başqa bir obyektdə. Aydındır? Sonra later'ın protosu var burada. Görək bu nəyi göstərəcək? Burada yazılıb ki, function'ın prototype'ını göstərməlidir. Elə deyil. Gəlirəm bura kod hissəsinə. Later'ın, baxın bunu Ctrl-KC eləyirəm burada. CLC eləyirəm. Later'ın prototype içərisində proto var. Baxın. Ctrl-S eləyirəm. Fikir verin, bizə nə qaytardı? Global function qaytardı. İndi bunun da, baxın, bunun da hətta gəlin belə bir şey yazaq bu formada tam aydın olmadısa. Bunun da, baxın, bu function prototype'ını qaytardı da bizə. Bunun da protosunu yazsaq. Bir dənə də proto yazıram. Ctrl-S eləyirəm. Null cavabı qayıtdı bizə.
Fikir verin. Baxın, later'ın biz daha doğrusu prototype üzərindən yazmamalıyıq. Mən burada yanlış yazdım. Fikir verin. Later'ın prototype üzərindən yazdım. Baxın, yaxşı oldu əslində bu səhvi görməyimiz. Mən later üzərindən birbaşa proto çağırmalıydım. Çünki buna baxırdım mən. Mən yanlışlıqla keçdim, bura baxdım. Later'ın prototype üzərindən protonu çağıranda mənə qlobal obyekti qaytardı. Bir dənə də proto deyəndə o da null qaytardı. Əslində düzgün bunu görmüş olduq da biz. Later'ın prototype dedim. Onun protosu mənə göstərdi obyektin prototypını. Bir dənə də obyektin prototypı üzərindən protonu da çağıranda o null qaytardı mənə. Artıq gəlib dirəndi deyə bilərik də. Aydındır? Ondan o tərəfə yoxdur artıq. İndi gəlin buna baxdıq, elə yaxşı oldu. Bunu saxlayın burada. Buna baxdıq ki, bizə nə qaytardı? Baxın, bura baxıram. Null cavabı qayıtdı, elə deyil. Ctrl-C edirəm, Ctrl-K-C edirəm, düşürəm aşağı, bura yapışdırıram. İndi mən bura bu formada yox, bu proton yazıram, amma sadəcə çox sildik. Sadəcə later üzərindən baxmaq istəyirəm. Baxın, mənə function qaytardı. Burada nə yazılıb, indi ona fikir verməsəz də olar. Amma mənə function qaytardı. Baxın. Function prototypını daha doğrusu qaytardı. Şəklimiz anı buradadır. Baxın, later'ın protosu mənə qaytardı function'ın prototypını. İndi bunun da protosuna baxsaq, qaytaracaq nəyi? Obyektin prototypını. İndi gəlin ona baxaq. Baxın, yəni bu qohumluq əlaqəsidir deyə bilərik də. Bunun da nöqtə yazırıq. Bunun da protosu, yəni bu bizə nəyi qaytardı? Function prototypını. Function prototypının protosu bizə qaytarmalıdır nəyi? Qlobal obyektin prototypını. Elə deyil? Cavab bura baxanda yenə bunu qaytardı. İndi bunun da fikir verin, bunun da protosuna baxanda yenə null cavabına gəlib çıxa bilərik burada. Baxın. Nöqtə yazıram. Protosuna baxıram, null cavabına gəlib çıxırıq. Fikir verdiniz? Yəni şəkildə gördüklərimizi burada da yazdıq. İndi burada nəyi görmədik biz? Mən nəyi yazmadım? Baxın, bu getNumber adında funksiyanı. Bu da nəyin içərisindədir? Baxın, later'ın, yəni bu funksiyanın prototypı içərisində yazılıb. Bu funksiyanın içində də yaza bilərik biz bunu. Amma mən orada yazmayacağam. Niyə daha doğrusu yazacağam, amma niyə orada yazmamalıyıq, onu da izah edəcəm sizə. Onda gəlirik biz, baxın. Bunu kiçildirəm. Bunları yazdım, kontrol elədim. Gəlirəm bura, burada constructor functionumu yazmışam, elə deyil. Burada parametr qəbul elətdirə də bilərik, amma ona ehtiyac yoxdur. Bu prototypı da Ctrl-K-C edirəm. Altından gətirirəm bura, burada qalsın. Və gəlirəm bura. Later'ın prototypına mən əlavə edəcəm, məsələn, say hello. Bu formada bir funksiya yazıram. Baxın, prototype'a yazdım, fikir verin. Later'ın prototypına say hello əlavə etdim. Bu da CLC deyək, məsələn, salam desin. Ctrl-S edirəm. İndi gəlib mən, baxın, indi gəlib mən. Bunu elədim də, hal-hazırda bunu etdim, fikir verin. Later'ın prototype'ına bir dənə funksiya yazdım. Burada getNumber'dır, mən say hello yazdım. Yəni funksiyanın adına fikir verməyin də, eyni şeydir. Aydındır? Hətta gəlin, qoy fikriniz qarışmasın. Get number. Bu da bizə konsola məsələn number yazsın. Number yazsın bu formada. Aydındır? Baxın, eyni funksiyanı yazdım hətta sizin üçün. İndi gəlirəm aşağı. Dediyim kimi də prototype artıq yazdım. CLC deyib A-nı yazsam konsola, baxın. A-nın içərisində yenə bir şey göstərmədi bizə. Fikir verin. A-nın içərisində bir şey göstərmədi. Amma bunu açanda, baxın açdım. Prototype var burada. Yəni bu nə idi? Nə idi? Protodur da, baxın budur. A-nın içərisində proto var. Bunu göstərir. İndi bunun içinə baxanda bu nəyi göstərdi bizə? Later'ın prototype'ını göstərmirdi. Baxın. Bunu da açıram. Fikir verin. getNumber adında bir dənə də funksiya var burada. Mən bunu later'ın prototype'ına burada yazdım. Yəni bu şəkildə də burada yazmışdıq deyə burada da var, elə deyil. Baxın, bu şəklin eynisini düzəltdik kod tərəfində. Yəni bunun içərisində constructor function zaten var idi. Burada protosu, bunun özünün protosu var. Yəni later'ın prototype'ının özünün protosu var, elə deyil. O da göstərirdi nəyi? Baxın, burada baxanda later'ın prototype'ının protosu göstərir obyektin prototype'ını. Fikir verin, obyektin prototype'ını. O onu göstərir. O heç, onunla işimiz yoxdur. Amma A-nın protosu göstərdi later'ın prototype'ını. Later'ın prototype'ı buradadır. Və onun içərisində metod yazmışam. O metodu da biz görə bildik. Aydındır? Biz onu da görə bildik. Baxın, bunu bağlayıram. Fikrinizi yayındırmasın bu. Burada getNumber adında funksiya var. Artıq mən gəlib, baxın, gəlib A-nın üzərindən getNumber özü gəldi. Fikir verin. Baxın, metoddur bu. Later getNumber göstərir bizə. Bunu çağıra bilərəm. Fikir verin, getdi atasından istədi maşını istifadə eləmək istədi. Baxın, number bizə yazdı. Baxın, bu funksiyanı mən A-nın üzərindən istifadə edə bildim. Yəni, yaranan obyekt üzərindən, baxın,
later constructor function'ın prototype'ına funksiya yazdım. Yaranan obyektdən bunu istifadə edə bildim. Hə, gəlib belə bir şey yazsam, A yazdım, A nöqtə get number yazdım, istifadə elədim. Yaxşı, gəlib belə bir şey yazsam, baxın, A nöqtə altdan xəttlə proto, altdan xətt desək, nöqtə desək. Baxın, Ctrl S eləyirəm, yenə number qaytardı. Eyni şeydir də bu. Fikir verin. Amma daha rahat yazılış üçün bunu yazmırıq. Amma arxa planda gedən proses budur. Yəni bunun üzərindən gəlib bunu çağırır biz üçün. Aydındır? Amma biz onu yazmırıq da. Yəni A.proto üzərindən get number çağır deyirik. A.proto nədir? Later'ın prototype. Sanki deyirik later'ın prototype'ında get number'ı işə sal. Aydındır? Bunu demiş oluruq biz. Amma bunu yazmırıq da, biz elə A.get number yazırıq. Yəni yazılışın daha rahatlaşması üçün. Amma arxa planda dediyim kimi gedən proses bundan ibarətdir. Bu da belə. Ümid edirəm ki, burada çətinlik olmayacaq. Hə, bir şey də deyim, önəmli bir şey deyim sizə. Niyə görə mən bunu prototype-a yazıram, bunun içərisinə yazmıram? Gəlin burada məsələn this.say hello deyirəm. Bu da bir metod olacaq. Funksiya yazıram. Baxın, funksiya yazıram bura. Bu da bizə CLG deyək, konsola nə yazsın? Salam yazsın da. Ctrl S edirəm. Baxın, fikir verin. Later burada göstərir. Baxın, mən burada qarışıqdırsa əgər, mən siz üçün gəlin bunları bağlayayım, bəzilərini bağlayayım. Baxın, nələri bağlayayım burada. Anı yaratmışıq, əslində bağlanması bir şey də yoxdur burada. Gəlin izah edeyim ən yaxşısı. Bu protonu da buradan silə bilərik, amma qalsın. Baxın, mən later funksiyasının içərisinə bir dənə metod yazdım. Bu metod mənim üçün nə iş görür? Konsola salam yazsın yazır, elə deyil. Amma bunu get number mən later'ın prototype-ına yazmışam. Ona görə də yaranan obyektdə say hello metodum görsəndi. Çünki bu funksiyanın içərisində yazmışam. Bu funksiyanın içərisində yazanda, baxın, önəmli nöqtə budur. Bu funksiyanın içərisində real həyatdan da örnək verəcəm. Bu funksiyanın içərisində metod yazanda nə qədər obyekt yaratmışıqsa, onların içərisində də o metod yaranır. Amma ola bilər ki, bu obyektdə lazım olsun bu metod. Amma məsələn, burada mən Ctrl-C edirəm, Ctrl-V edirəm, Ctrl-V edirəm. Məsələn, bir dənə B obyekti yaratdım, amma bu B obyektinə bu metod lazım olmasın. Ola bilər ki, bu metod lazım deyil buna. Amma bunun da içərisində yaranacaq. Ctrl-C edirəm, Ctrl-V edirəm. Baxın, B-ni də konsola yazanda fikir verin. B-nin də içərisində yaranır bu. Amma B-yə lazım deyil halbuki. Aydındır? Ona görə də biz bunu əslində metodlarımızı falan prototype-a yazmalıyıq. Yəni düşünün ki, bir atadır, övladlarının hamısının maşına ehtiyacı yoxdur. Eləsi motosikl sürmək istəyir, məsələn, maşına ehtiyacı yoxdur. Amma hamısına maşın alıb verir. Hamısı üçün maşın alır, verir. Təbii ki, əslində bu normal həyatda bəlkə də yaxşı qarşılanır, amma ümumi büdcə tərəfdən baxanda, yəni realist baxanda düzgün deyil də, bu o istifadə eləməyəcək, qarajda qalacaq ancaq. Bu da eyni ilə onun kimi. Yəni bu ata bütün övladlara maşın verməkdənsə, bu maşını burada saxlayır prototypda. Kimin ehtiyacı varsa gəlib götürüb istifadə eləsin deyir. Aydındır? Amma elədir ki, yəni bu obyekt eyni vaxtda onu istifadə edə bilər. Bu məsələ də var. Aydındır? Bunu da başa düşmək lazımdır. Yəni dediyim kimi biz funksiyanın içərisində yazmamalıyıq. Funksiyanın içərisində yazanda bütün obyektlərdə yarandı bu, fikir verin. Prototype-ında da bunu say hello zaten var burada, fikir verin. Burada say hello'muz var bizim. Baxın, mən nə yazmışam burada? Anı yazmışam konsola. Bunu Ctrl-KC edirəm, Ctrl-S edirəm. Baxın, burada later'dan yarandı burada, elə deyil. Say hello'muz var bizim. Zaten burada say hello'muz var bizim. Aydındır? Amma bu ola bilər ki, bir obyektə lazımdır, digərinə lazım deyil. Ona görə də biz bunu burada yazmaqdansa Ctrl-KC edirəm bunu, Ctrl-S edirəm. Baxın, bunların içərisində olmasın, amma bunların nəyində? Prototype-ında olsun. Get number. Məsələn, bunu da gəlib buradan Ctrl-X edirəm. Gəlib bura yazsam, burada yazsam əgər Ctrl şöyle yaza biləcəyik. Ctrl-K eləyirəm. Baxın, bunu yazacağım nəyə? Later'ın prototype-ına. Ctrl-S edirəm. Baxın, artıq bunun da prototype-ında var həmən metod. Bunun da prototype-ında protosu göstərir. Yəni artıq prototype deyirəm də. Prototype-da artıq var. Yəni göstərdikləri atalarında atası olan funksiyanın prototype-ında bu metod mövcud olmuş oldu. Aydındır? İstədikləri vaxt onu götürüb istifadə edə biləcək. Bu performans tərəfdən çox önəmli bir şeydir. Bunu yadınızda saxlayın. Yəni bir funksiya yaranan, məsələn 1000 dənə obyekt yarandı, məsələn deyirəm. 1000 dənə obyektin içərisində də o funksiya yaransın. Bir ata 1000 dənə maşın alıb bütün övladlara versin. Bir də var ki, bir dənə maşın olsun. Bir dənə maşın deməyə əslində ehtiyac olan qədər maşın deyə bilərik. Yəni bir dənə yerdə olsun, istədikləri vaxt gedib onu götürüb istifadə edə bilsinlər. Aydındır? Ona görə prototype-a yazmağımız daha yaxşıdır. Hə, bura dəyişəndə yaza bilərsiniz.
hər hansı bir dəyişən yaza bilərsiniz. O da bizə artıq bu obyektin protosunda, yəni yarandığı funksiyanın prototipında görsənmiş olacaq burada. Okay? Bu da belə. İndi gəlin mən sizə bir dənə qısa olaraq da bu obyekt create ilə göstərim. Obyekt create-də proto zinciri var. Prototype zənciri də deyirlər, proto zənciri də deyirlər. Gəlin bunu da sizə qısa olaraq göstərim, ondan sonra yekunlaşdıraq. Baxın, mən hər hansı bir obyekt yaradanda const deyirəm bura. Məsələn, A yaradıram. Bunu belə də yarada bilərəm. Baxın, bu formada yarada bilərəm. Ctrl S edirəm, gəlirəm CLC deyib A-nı yazanda Ctrl S eləyəndə. Baxın, boş obyektim var burada. Amma bunun da protosu var. Bunun protosu haranı göstərir? Global obyekti göstərir. Fikir verin. Baxın, şəklə baxaq. Burada mən constructor funksiyonlardan istifadə etmədim, düşünün. Baxın, çox gözəl şəkildə əslində bu. Bu constructor funksiyondan istifadə etmədim. Təbii ki, həmin vaxt bu olmayacaq, bu da olmayacaq, elə deyil. Amma mən bir obyekt yaratdım. Bu obyektin protosu gəlib buradan nəyi göstərəcək birbaşa? Buranı göstərirdi. Bu haranı göstərirdi? Buranı, obyektin prototipini. Fikir verin, gəlib elə birbaşa buranı göstərəcək artıq, global obyekti. Okay? İndi gəlin mən bunun üzərindən proto desəm null-da ala bilərəm də. Yəni artıq fikir verin, funksiyona getmədi. Yəni dediyim kimi bu hissə olmadı, bu hissə olmadı, bu hissə olmadı. Birbaşa gəlib obyekt buradan yarandı. Okay? Birbaşa buradan yaranmış oldu və ya B yaratsam B də gəlib birbaşa buradan yaranmış olacaq. Bu da belə. Nəyi göstərmək istəyirəm mən sizə? Bu formada yaratmaq olur. Və ya obyekt nöqtə create ilə yaratmaq olar. Amma necə? Məsələn deyirəm. Baxın, mən burada const B adında ya da bunu A eləyək. Bunu B eləyək, fikir verin. A adında bir obyektim var. Bunun içərisində məsələn first name var. First name var. Məsələn nə olsun? Alisa olsun da. Alisa var. Bunun içərisində Alisa var. Fikir verin. Mən obyekt create ilə deyə bilərəm ki, sən bu B obyektini, bu referansda indi obyekt deyirik. Bu B obyektini yarad A obyektindən. Baxın, adam. Ctrl S eləyirəm. İndi gəlin mən B-ni konsola yazanda, baxın B burada var, elə deyil. Bunun prototipına baxanda fikir verin, A obyektini göstərdi mənə. A obyektinin də protosuna, yəni prototype dediyim protoda, bunlar proto kimi qəbul etmək lazımdır bu iki mötərizə içərisindəki. Baxın, bağlayıram təzədən. Baxın. Bu obyektim var burada, B-ni yazmışam, elə deyil. Mən dedim ki, sən bu B obyektini A obyektindən yarad. Ona görə B-nin içərisində heç bir şey yoxdur hal-hazırda, fikir verin. B içərisində nə var? Proto var, elə deyil. Bu proto göstərir A-nı göstərir, fikir verin, A-nı. Yəni bunun içərisində first name var, Alisa mənə göstərdi A-nın içərisindəkini. A-nın da protosu göstərir global obyekti artıq. Global obyektin prototipında deyə bilərsiniz, aydınla bu formada. İndi gəlib burada zincir necə əmələ gəlir? Məsələn, mən B üzərindən, yenə eyni şeydir. B üzərindən first name desəm, Alisanı alacam. Gəlib A-nın first name-i götürüb istifadə eləyir bu. Atası bu olur da sanki, aydındır. Amma gəlib belə bir şey də deyə bilərəm. Baxın. Proto altdan xətt formada Ctrl C edirəm. Yenə də Alisa cavabı mənim üçün çıxır. Aydındır. Bunu yazdı, Ctrl C edirəm, Ctrl V eləyəcəkdim, amma tamam qarışdırdım aləm bir-birinə. Hə, yapışdırdıq bura. Baxın, bunu yazdım bura. A-nın protosu bərabərdirmi nəyə? A-ya. Daha doğrusu B-nin protosu bərabərdirmi A-ya? Baxın, true cavabı çıxdı. Fikir verin. Burada da bu obyekti göstərmiş oldu artıq birbaşa. Okay? Yəni hansı obyektdən yaranıbsa, obyekt create-dən bunu bilirik biz. Hansı obyektdən yaranıbsa obyekt, onun protosu göstərir həmən obyekt. Okay? Bu formada. Yəni B nöqtə first name deyəndə mən Alisanı istifadə edirəm, A-nın first name istifadə edirəm. B nöqtə proto da deyəndə bu zaten adı, sanki bu yazışı olur ki, A nöqtə first name-də belə başa düşmək olar. Okay? Bu formada. İndi zəncir necə əmələ gəlir burada deyə bilərsiniz bəs. Məsələn, burada gəlib bir dənə də desəm, const C deyəcəm, çox uzun-uzadı yazmayacağam. Obyekt nöqtə create deyəcəm bu formada. Bunu da B-dən yaradacam. İndi gəlirik bura, baxın, bunu da Ctrl K eləyirəm, bağlayıram. Gəlirəm aşağı, fikir verin. Mən deyəcəm ki, nə? CLC deyib, A-nın içərisindəki first name yazacağam, baxın. Daha sonra CLC deyib, B-nin içərisindəki first name yazacağam. Halbuki B-nin içərisində yoxdur, gedib A-dan götürür. CLC deyəcəm, C-nin içərisindəki first name, bu da halbuki onda yoxdur, gedir B-yə keçir, B-dən də keçir nəyə? A-ya keçir. İndi göstərəcəm onu. Baxın, Ctrl S eləyirəm, hamısı Alisa cavabını qaytardı mənə. Amma bu A nöqtə first name deyirlər. Fikir verin. Bu A nöqtə first name-dir. Burada formada görə ata bilərik. Hə. A nöqtə first name-dir. Ctrl C edirəm. Bura yapışdıranda B nöqtə first name deyəndə əslində B nöqtə altdan xətt proto altdan xətt first name demiş oluram. Burada isə demiş oluram. Baxın, C-də demiş oluram. Buna ehtiyac yoxdur. Onu burada yazacağıq. Baxın,
C nöqtə, baxın, C nöqtə, altdan xətt, proto, altdan xətt. Baxın, bu formada. Əslində bu yazışı yazırıq. Bunu da indi qabağına bunları ataq. Onda gəlin mən belə çıxır ki, bunu bura yazsam, konsola yazacaq bizim üçün görək. Baxın, bunu buradan Ctrl C eləyirəm, yapışdırıram. Bura Ctrl V eləyirəm. Baxın, Ctrl S elədim. Alisa cavabı yenə mənim üçün qayıtdı. Aydındır? Yəni C-də olmadığı üçün baxın. Ən böyük obyekt burada, yəni böyük obyekti onu başa düşdük. Amma burada obyektimiz var, A obyektimiz var, elə deyil. B yaranıb A-dan, C yaranıb B-dən. Aydındır? Bu atadır, bu oğuldur, bu da nəvədir də düşünə bilərsiniz. Bir dənə də olsa indi kötücə sonra o formada davam edir. Onların adını bilmirəm mən. O formada davam edir də, yəni qohumluq əlaqəsi obyektlərin bu formada davam edir. Mən C-də first name axtaranda C gedir baxır B-yə. B-də yox olmadığı üçün B nədə yaranıb? A-dan. Nədən yaranıb? A-dan. Gedir A-nın içərisinə baxır, görür first name var, onun first name-ini götürüb istifadə edir. Baxın, proto ilə gəlir keçir yuxarı. B-də first name deyəndə burada B-nin özündə olmadığı üçün B əslində bu formada gəlir B proto first name alır. Yəni A-nın first name istifadə edir. A da zaten özündən istifadə edir. Aydındır? Bu da belə. Yəni bu da əslində deməli proto zənciri də adlandırırlar bunu, prototype zənciri də adlandırırlar bu formada. Yəni bunu zəncir kimi başa düşmürlər. Yəni zəncir də fikir verin, bir halqa, iki halqa bu formada davam edir. İndi uzada bilərsiniz məsələn, const D desəz, D-ni də C-dən yaratsanız, onda D nöqtə proto altdan xətt proto yazacağıq. Bir dənə də proto, ondan sonra first name yazanda gəlib yenə A-dan götürə biləcək. Amma birbaşa zaten D nöqtə first name ya da C nöqtə first name deyəndə də onsuz bunu alır. Bundan götürür, gedib götürür. Amma arxa planda gedən proses budur. Bunu göstərmək istədim sizə. Yəni bu qədər. Proto ilə prototype və prototype zənciri də bu formada işləyir. Arxa planda yəni bundan istifadə olunur. Əsas məsələ burada. Əsas məsələ bunlar da Ctrl-KC eləyək bu formada. Əsas məsələ burada bu şəkli başa düşə bilməkdir. Qısa olaraq deyim, burada funksiya yaratdıq, bunun prototypı var. Yaranan obyektlərin protosu göstərir bu funksiyanın prototypını və burada da artıq dedik, funksiyanın protosu göstərir function'ın prototypını. Bu function özü də belə deyək də bunların, bu ümumi bütün funksiyonların atasıdır deyə bilərik. Bunun da atası bütün funksiyonlarda bir obyektdir. Ona görə də qlobal obyektə gedib çıxır. Bunun da artıq bir üstü yoxdur, nulldur. Aydındır, bu formada davam eləmiş olur. Yəni obyektlə constructor function və ya constructor function prototype arasında bu formada əlaqə var. Proto ilə və constructor function prototype arasında bu formada bir əlaqə var və JavaScript-də bunu yadınızda saxlayın ki, miras almadır. Miras alma bu formada işləyir. Yəni obyektin protosu gedir müəyyən bir constructor function'ın prototypında olan bir şeyi götürüb istifadə eləyir. Aydındır? Bu formada istifadə olunur JavaScript-də. İndi biz klassları keçdiyimiz zaman orada klass yazacağıq, amma arxa planda əslində bu proseslər təşkil etmiş olacaq. Bu önəmli dərsdir. Çalışın bunu izlədikdən sonra bu constructor function falan nə olduğu ilə bağlı dərsləri də istəyirsiniz, geriyə qayıdıb bir dəfə ən azından izləyərsiniz. Yəni məsləhət görürəm bunu sizə. Ümid edirəm faydalı dərs oldu. Növbəti dərsdə fərqli mövzu ilə davam etmiş olacağıq. Növbəti dərsdə görüşək.